Dostlar salam. Bu video softboxlar haqqındadır. Yəqin ki, görmüsünüz hər biriniz bu formada softboxlar var. Softbox nədir? Softbox necə seçilir? Gəlin birinci onun haqqında danışaq. İlk öncə deyim ki, işıq haqqında daha geniş ümumi məlumat almaq istəyirsinizsə, o barədə ayrı bir videomuz var. Aşağıda qoymuşam linki, oradan götürüb baxa bilərsiniz. İndi isə biz ancaq softboxlar haqqında danışırıq. Softbox nədir və nə işə yarayır? Softbox film sahəsində modifier, yəni formalaşdırıcı dediyimiz alətlərin bir növüdür. Onu biz işığın qarşısına bağlayırıq və onun sayəsində işığı dəyişə bilirik. İşığı daha çox yumşaltmaq, bir istiqamətə yönləndirmək və sair təyinatlar kimi istifadə edə bilərik. Ümumiyyətlə softboxsuz çəkmək olmazmı? Təbii ki, olar, amma baxır hansı işıqla çəkirsiniz. Bizim günümüzdə daha çox istifadə etdiyimiz COB, yəni chip on board dediyimiz monoblok işıqları softboxsuz istifadə etmək çətindir. Təbii ki, bu təyinatından asılıdır. Adətən insan üzünə vururuqsa, softbox olmalıdır ki, daha yumşaq işıq əldə edək. Bəs hansı softbox seçməliyik? Softboxların bir çox çeşidi var. Məsələn, bu formada Lantern softboxları görə bilərsiniz. Hər tərəfi açıq olur. Daha çox bu istifadə olunur bir işıqlı setuplarda. Yəni bir işıq qoyursunuz və hər tərəfdə işıq verir. Bu formada 8 bucaqlı softboxlarımız olur. 8 bucaqlı softboxlar insan gözündə əksi dairəyə yaxın formada olduğu üçün tövsiyə olunur. Və bir qayda olaraq softboxun ölçüsü nə qədər böyükdürsə, bir o qədər yumşaq işıq verir. Məsələn deyək, 65 sm-lik softbox 45 sm-lik softboxdan daha yumşaq işıq verəcək. Amma 45-in üstünlüyü olacaq. 45 daha praktikdir və dar məkanlarda daha çox istifadə etmək olar. Bir də ki, softbox böyüdükcə təbii ki, bizim işığımız da daha güclü olmalıdır ki, həmin softboxun içini doldura bilsin. Həmçinin düzbucaqlı softlarımız da olur. Düzbucaqlı softboxlar daha çox kontur işığı kimi istifadə oluna bilir. Model çəkilişlərində sağdan və soldan qoyulur. Eyni zamanda bu softboxlar məhsul çəkilişlərində də istifadə olunur ki, məhsulun üzərində düşən onun işığın şəkli düz xətt formasında görünsün. Bu zaman bu formada lantern və yaxud da parabolik softboxların istifadəsi uyğun deyil. Softboxların iç tərəfi gümüşü rəngdə olub işığı qaytarır. Qarşı tərəfində isə 2 ədəd pərdə var. Həmin pərdədən işıq keçərək daha yumşalır, daha soft bir görüntü alır. Qarşı tərəfindəki grid adlandırdığımız tor isə işığı dağılmaqdan qoruyur. Yəni, məsələn, bizim səhnələrimizdə biz istəyiriksə, işıq konkret olaraq bu istiqamətə getsin və buradan arxa fona dağılmasın. Görürsünüz, burada yaşıl rəngli bir işığımız var. Mən burada özümü işıqlandırmaq üçün bu softboxun qarşısına belə bir tor qoymuşam. Əgər bu tor olmasaydı, bu işıq mənə yönləndirildiyi kimi eyni zamanda arxa divara da gedəcəkdi və beləcə arxadakı rəngi azaldacaqdı, onu kölgəyə salacaqdı. Bu səbəbdən əgər istəyiriksə, işığı daha yaxşı kontrol edək, işığı daha konkret bir istiqamətlərə yönləndirək, bu toru istifadə edə bilərik. Unutmayaq ki, bunu istifadə etmək işığın gücünü az da olsa zəiflədəcək. Yekun olaraq hər bir softboxun öz təyinatı var. Biz yenə çəkilişə gedəndə həmin çəkilişə uyğun olaraq, yerimizə uyğun olaraq nə qədər texnika daşıya bilərik, nə qədər yumşaqlıq istəyirik, nə qədər yaxşı görüntü istəyirik, təyinata uyğun olaraq softboxumuzu seçə bilərik. Colbor'un BSO seriya softboxları haqqında ətraflı bir videomuz var. Aşağıdan daxil olub açıqlama bölməsindən baxa bilərsiniz həmin videolara. Yenə də deyirəm, ümumiyyətlə işıqlandırma haqqında geniş məlumat almaq istəyirsinizsə, kanalda o barədə də daha geniş videolarımız var. Növbəti videoda görüşərik. Sağ olun.